Cruises.az-ın dəyərli dostları, müştəriləri, salamlayıram hər kəsi. Qarşıdan gələn 2026-cı ilin hamıya uğurlar gətirməsini, sağlamlıq, xoşbəxtlik, ruzi bərəkətlə bir yerdə gəlməsini təmənni eləyirəm. Dünya Azərbaycanlılarının həmrəylik günü münasibəti ilə də səmimi qəlbdən təbrik eləyirəm. Söz verdiyimiz kimi 2025-ci ilin sonunda bugün 31 dekabr və saatlarımız 18:09-u göstərir. Çəkilişimiz olacaq və aramızdan bir şanslı bir kruiz kazanacaq. 2 nəfərlik. Bunu istəyir yay aylarında Türkiyə və Misirdən gedən vizasız Aroya kruizlərində, istəsə də qış dönəmində Fars körfəzində Dubaydan start eləyən Costa'nın çox gözəl gəmisi var. Onunla həyata keçirə bilər. Və ya hər hansı bir bu iki kruizdən birini seçmək istəməyib, vəsait olaraq bunu əldə eləmək istəyər. Bu rəqəm olaraq $1500 və bizdən əldə eləyəcəyi hər hansı bir kruizdə bu rəqəmi endirim kimi əldə eləyə bilər. Yəni tutaq ki, $2000 bir kruiz seçsə, sadəcə $500 pul ödəyərək səyahətini həyata keçirmiş olacaq. Beləliklə, çox uzatmadan mən sizin üçün listi hazırlamışam və hal-hazırda sıra nömrə, ikinci yerdə adın baş hərflərinin ilk 3 hərfi və sağ tərəfdə də, burada da kod dediyimiz yerdə də telefon nömrəsinin son 3 rəqəmi və ya 4 rəqəmi yer almaqdadır. Deməli, nə edirik? Bu orta bölümdə olan toplam sayını götürürük və bunu random şəkildə seçib sizin də şahidliyinizdə zəng eləyəcəm və təbrik eləyəcəm. Deməli, gələk biz çox mürəkkəbləşdirmədən Choose Random from List adı altında bir axtarışa verəndə ilk çıxan səhifə, belə bir səhifə çıxdı, randomlist.com. Bura klikləyirik və belə bir sayta daxil olmuş oluruq və burada bizim list bölümü var, hansı ki ora biz kopyalayacağıq. Beləcə Excel'də olan adlarımız bura düşdü. Bu çəkilişdən əvvəl gələn il üçün, 2026-cı il üçün əmin olun çox gözəl, fərqli marşrutlar var. Bu bütün gəmi şirkətlərində demək olar ki var. İstər Şimali Avropanın Norveç fiordlarında olsun, istər Baltik şəhərləri olsun, istər Yunanistan tərəfi olsun, istər Avropanın bir çox şəhərləri olsun. Miami'dən başlayan şərqi və qərbi Karib hövzəsində üzən gəmilər olsun, möhtəşəm gəmilər üzür. Sonra uzaq şərqdə, hansı ki Singapurdur, Balidir, Yaponiyadır, Çin vizasız da artıq bilirsiniz, Şanxay Çin marşrutları var, Avstraliya marşrutları var. Yəni, ən az bir dəfə həyatında gəmiləri yoxlamış, təcrübə eləmiş insanlarla bərabərik. Bu insanların, burada listə adı olanlar ən az bir dəfə səfərlərdə olublar. Ona görə də əminəm ki, hələ gəzəcəyiniz, görəcəyiniz, kəşf edəcəyiniz, toxunmaq istədiyiniz yerlər az deyil. Və beləcə uzatmadan, bismillah, deməli, buradakilərdən bir nəfərin adı, o şanslının adı çıxacaq. Randomize dedikdən sonra, randomizdən sonra ad çıxacaq. Ya bizimkilər 231 ren çıxdı. Gəlirik 231 ren. 231 ren. 231 renimiz burada kimdir? Baxaq hansı nömrə ilə bitir telefon nömrəsi. 231 ren 428. Mən bu listi eləməkdəki əsas səbəblərdən biri də konfidensiallıqdır ki, indi bunu qeyd eləyəndən sonra paylaşacağıq YouTube-da
və sadəcə kimlərə göndərə biliriksə onlar açıb baxacaqlar. Çünki mən hamıya açıq olmağını istəmirəm. Yəni ola bilər ki, kimsə istəmir məlumatlarının və ya adının tələffüz olunmağını və ya bilinməyini. Ona görə də 428 olaraq son rəqəmi 428. Deməli, mən burada axtarış edirəm, amma siz onu görmürsünüz. Deməli, axtarışı necə eləyəcəyik? Axtarış etmək üçün bu axtarış bölümü QV 428 baxaq kimdir? Buradan kimsə çıxmadı. Sıra 231 miydi? 231 idi. 231 428 Ren. Ren. Mən istəyirəm yanınızda da elə zəng eləyim. 231-in 428 ilə bitir axırı. Ren. Bəlkə QV Ren 428. Aha. Rəna xan. Rəna Qasımova. Rəna Qasımovaya zəng eləyək. Həm bayramını təbrik eləyək, həm də bu xoş xəbəri özünə çatdırmış olaq. Alo, Rəna xanım, salam. Salam aleyküm. Necəs? Rəna Qasımovadır, düzdür? Bəli, buyurun. Necəs Rəna xanım? Yaxşı, çox sağ olun, siz necəsiniz? Sağ olun, qarşıdan gələn bayramlarınız mübarək olsun. Çox sağ olun, sizlə bir yerdə. Yaxşı olun. Rəna xanım, xatırlamırsınız nə vaxt olmuşdunuz kruizlərdə? Bu il olmuşdunuz, yoxsa əvvəlki illərdə? Azərdə narahat eləyən. Bu il idi, düzdür? Bəli, Okey. Bilmirəm, o məlumatı daha əvvəlsinlə bölüşdük, yoxsa yox. Bizim bugün axşam saat 6-da bir lotereyamız var idi və random şəkildə bir qalibimiz olacaqdı. Aha, Və o qalib sizsiz. inanmıram. Allah. Rəna Qasımova 428 ilə qutarır da nömrəvizin sonu. Hansı necəni? 428 ilə qutarır nömrəvizin sonu. Nömrəvizin son 3 rəqəmi neçədir? Son rəqəmi... Yox, 670-dir sizdə. 231. Ay, bir rəqəmlə səhv elədik. Ay, onda gəlin belə eləyək. 428-dir sonu olan, sizdə 670-dir. Və gəlin belə eləyək, yenə də sizi hədiyyəsiz mən qoymayım. Bir rəqəmlə çaşdıq. Qətinizdə olsun, bu il üçün əgər istifadə edəcək olsanız, sizə özəl 10%lik endirim var. Bunu bir kənara yazın və mən olmasam da əməkdaşlara bu zəngin olduğunu deyin. Çünki sizdə 230-dur nömrə, udan 231-dir. Mən səhv saldım, üzrlü sayın. Yaxşı, sağ olsun. Sağ olun, bayramınız mübarək olsun, sağ olun. Çox sağ olun, sağ olun. Üzr istəyirəm. Heç yaxşı bir şey olmadı, səhv olmadı, tələsdim, yoxlamadan elədim. 428. Gələk bura, sonu budur. 94-28. 94-28. Baxaq. Lotereyanın cavablarını hətta haradan izləyə biləcəyini də soruşub. Dostlar, Rəna xanım, inşallah ki, Bakıdadır. İstəyirsiniz buradan yığaq. 231 Ren. Bir daha 231 ilə bitən. Alo, Rəna xanım, salam. Necəsiz? Yaxşıyam, şükür. Siz necəsiniz? Sağ olun. Yaxşıyam. Hər şey qaydasındadır. Qarşıdan gələn bayramlarınız mübarək olsun. Çox sağ olun. Sizlə bahəm. Sağ olun. Rəna xanım, telefon nömrənizin son 3 rəqəmi neçədir? Mənim telefonumun son 3 rəqəmi. Bəli.
428. Bəli, 428. Səmimi qəlbdən təbrik eləyirəm. Bir lotereyamız var idi. İl sonunda Bəli, həyata bəli, keçirəcəyimiz. xatırlayıram. Bəli, o da sizə qismət oldu və qalib sizsiz. Təbrik eləyirəm. Əldər müəllim, mən şok. Çox sağ olun, çox təşəkkür. Heç gözləmirdim. Hatırlamışdım, yani yadımdaydı ki bugün 6'da olacak bir o yüzden danışa bilmedim. Hatırlayırdım ama yani udacağımı hiç düşünmemiştim. Wow. Qismətiniz imiş, bəxtiniz bu günə oldu. Təbrik eləyirəm səmimi qəlbdən. Çok sağ olun. Siz sağ olun. Qısa açıqlama verim. Yayda Türkiyə və Misir üzrə olan vizasız kruizlərə qatıla bilərsiniz və ya Aha. önümüzdəki qış sezonunda Dubai, Fars körfəzi üzrə gedən Costanın gəmiləri var. Əvvəl siz Costada olmusunuz, səhv xatırlamıramsa. Bəli, bəli, bu yay Kosta'ya getmişdik. Onun qış səfərləri var, vizasız yenə. Yox, hər ikisi də mənim ürəyimcə keçən marşrut deyil. Mən istəyirəm başqa bir marşrutda desəz, hər hansı bir marşrutu seçirsiniz və deməli 1500 dollarlıq bir kupon artıq haqqınızdır. Yəni tutaq ki deyirəm yay üzrə fərqli bir kruiz seçdiniz, fərqi yoxdur hansı gəmidən seçdiniz və onun qiyməti oldu tutaq ki deyirəm 2000 dollar, 1500 dollarınızı bu uduşunuzdan sayırsınız və 500 dollar ödəyirsiniz sadəcə. Yəni 3 variantda istifadə edə bilərsiniz. Bu 2 nəfərlikdir. Bəli, bəli. Bir kayuta üçün 2 nəfər üçün. Bəli, tamamilə doğrudur. 2 nəfər üçündür. Aha, çok sağ olun, çok teşekkür ediyorum. Siz sağ olun. Siz sağ olun Rəna xanım. Ayda, siz bu məlumatı mənə yada da bilərsiniz. Çünki birdən yadımdan çıxar. Çoxlu şey dediniz, hansısa yadımdan çıxar. Okey, detalları göndərərəm. Detalları göndərərəm, Tamam. əlinizin altında olar. Sadəcə sizdən xahişim yanvar sonuna qədər qərarlaşmanızdır ki, qərarlaşın biz də qeydiyyatı ona görə alaq. Tamam, oldu. Çok Yaxşı. sağ olun müəlliməm. Çok teşekkür Siz sağ olun. Siz sağ olun. Təzə il üzün Sağ bari olun, olsun. bayramınız mübarək. Sağ Çok olun, sizlə Türkçe bax. bahar. Sağ olun. Sağ olun. Bax belə, dostlar. Düz adamı tapdıq. Sonra 428-dən olan Rəna xanım idi və Rəna xanım bu kruizi qazandı. Digərlərinə bəxtinizi sınamağa davam eləyin. Gələn il üçün fərqli proyektlərimiz var. Biraz daha fərqli yanaşacağıq. Biraz daha qazançlı çıxmağımız üçün nələr eləmək olar, onların anonsları olacaq və mütəmadi olaraq bu insanlar ki, hansı ki listə var və digərləri əlbəttə əvvəlcə bu siyahıda olanlar. Birinci dərəcədə bu siyahıda olanlardır və ümumi anonslarımızda olacaq. Belə, bir nəfərin sevincini yaşaya bildik. Təşəkkür eləyirəm. Bizimlə qalın. Çünki bizim işimiz sizə doğru xidməti göstərməkdir. Sadəcə kruizə göndərmək deyil. Həqiqi mənada kruizi dizayn eləməkdir. Əminəm ki, indiyə qədər bizim göstərdiyimiz xidmətlərdən faydalanmısınız və bunun belə olduğuna da əminsiniz. Nə sualınız olsa, hansı istiqamətlər barədə, gəmilər haqqında məlumatlar, otaq növləri, otaqların yerləşimi, bütün bunlarla əlaqədar hər zaman xidmətinizdəyik. Özünüzdən müğayyət olun, yaxşı baxın özünüzə və 2026 sizin üçün həqiqi mənada unudulmaz bir il olsun. Sağ olun.